İzləyicilər, hal-hazırda Şirvan şəhərində şəhid ziyarətimiz davam edir. Hal-hazırda şəhidimiz vətən uğrunda canından keçən Bəxtiyar qardaşımızın ocağında olmağı özümüzə borc bildik. Çünki vətən üçün özü torpaq altında yatsa belə təki vətən sağ olsun deyib torpaqları geri qaytaran, geri döndərən, özləri bugünkü gündə öz arzularını yarımçıq qoyub təki vətən sağ olsun deyən igid qəhrəman ocaqlarını ziyarət etmək hər bir Azərbaycanlının borcu olduğu kimi vəsvəsindən asılı olmayaraq biz də özümüzə borc bildik ki, şəhidlərimizin ocağın hansı bölgədə olmağımıza baxmayaraq ziyarət edək. Əlbəttə bugün bizi Bəxtiyarın ruhu və Bəxtiyarın ocağına gətirdi. Bəxtiyar özü leytinat xüsusi təyinatlarda xidmət edən bir zabitimiz olub. Vətənin dar günündə əldə silah geri dönmədən təki vətən sağ olsun deyib ata-anasını bu dünyada əmanət qoyub. Ancaq irəli geri dönməyib və vətənin azadlığı uğrunda canından keçdi. Biz də özümüzə borc bildik. Biləsuvar qəhrəmanlar diyarı Biləsuvardan şəhid atası Şahin Əzizli Elnur Əzizlini vətən uğrunda qurban verən ata ilə birgə şəhidin ocağında olaq. Elə ilk sözü şəhidimizin atasının yanında duran Elnur Əzizlinin atası Şahin əmdən söz götürəcək. Şahin əmi, bugün sənin övladın da bax bizim Bəxtiyar qardaşımız kimi vətən üçün canından keçdi. Təki vətən sağ olsun dedi. İstərdim ki, bir qəhrəman atası kimi siz də qəhrəman atanın yanında bir iki kəlmə sizin dilinizdən işlək. Buyur. Allah şəhidlərin məkan cənnət eləsin. Allah ataya, anaya səbir versin. Atalarına Allah səbir versin. Allah məkanlarını cənnət eləsin. Var olasın. Ata qarşında baş əyirik. Bugün vətənimizin çətin anında övladı vətən uğrunda qurban verdin. Salih kişi, bugün sən elə bir atasan ki, övladı vətən azadlığı o deməkdir ki, 30 il işğal altında olan torpağı sizin kimi ataların övladları azad etdi. Bugün yenə hər bir insan öləcək, dünyasını dəyişəcək. Ancaq bugün sizin övladınız elə bir yol uğrunda şəhadətə yetişib. Zaman keçsə, əsir ötsə də gənclərimiz və məktəblilərimiz sizlərin övladları haqqında dastanlar, kitablar oxuyacaq. İstərdim bir qəhrəman atası kimi sizdən bir iki kəlmə götürək. Buyur. Mən də Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən də bir ata kimi fəxr edirəm ki, Bəxtiyar kimi oğlunun atasıyam, xüsusi təyinatlarda zabit olub Bəxtiyar. Bunlardakı xüsusi təyinatlardakı bunlar həmişə qabaqda olublar da, yəni bilirsiniz, bunlar öndə gedən olublar bunlar. Ayın 11-i elə bir zəng elədi, dedi ki, ata, çoxdan da zəng eləmir döyüş gedəndə, ata, bəs Allahla gedirik, bir şey qalmayıb inşallah, qələbə ilə qaydacaq inşallah. 12-si şəhid oldu. 11-i zəng elədi, ata ilə danışdı, yalnızla danışdı, halallaşdı, elə bir ki, halallaşdı bizdən. Axırıncı zəngi ancaq 11 oldu. Bəli, 11-i danışdı, 12-sində də şəhid oldu, eşitdik ki, bəs şəhid oldu. Bilən uşaqlar gəlirlər, Bəxtiyarın döyüş yoldaşları, deyirlər ki, valla siz fəxr edirəm ki, Bəxtiyar kimi oğlunuz var, qorxmaz, cəsur, igid. Həmişə deyir qabaqda, komandir idi, həmişə deyir qabaqda idi, biz onu dalıcan, fəxr edirdik ki, eləsə bizim komandirimiz var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yenə qazilərimizə can sağlığı versin. Salih ata, Bəxtiyar deyəndə ən şirin xatirələrindən hansı xatirələri yadınızda qalıb? Valla xatirə deyəndə ki, Bəxtiyar elə bir uşaq olub ki, valla heç vaxt onunla bizim incikliyimiz olmayıb. 9-cu sinifdən elə bir ki, məktəbi Kursantqa 9-u tutardı. Dedi ki, mən hərbiyə getmək istəyirəm. Valla biz razı deyildik, ona görə razı deyildik ki, hərbi, yəni ki, ev eşi yüzü görmürdü. Həmişə döyüşdə, çöldə olurdu, yəni çətindir. Döndürə bilmədik. Dedi, yox, ata, getmək istəyirəm. Oldu, orada olmadı, başqa yerdən getmək istəyirəm. Özü yaxşı oxuyan uşaq idi. Elə oldu, getdi liseyə, girdi, 3 il liseyə oxudu, 4 il akademiya. Sonra oradan 1 il xüsusi təyinatları qutardı. Orada demək ki, yaşmada dərs deyirdi. Birinci ilindi. Bəli, birinci il idi də, işləyirdi orada. Yəni orada dərs deyirdi. Beləncik. Yəni ki, yadda qalan, valla o qədər şeylər yadda qalıb ki, Bəxtiyardan. Salih kişi, xatirələri çox olsa da, ancaq bugün yenə də o xatirələri hələ də ki, yadınızdan çıxmır. Zaman keçsə də mən elə bilirəm, ataların, anaların ömür boyu yadından çıxmaz. Çünki
Belə 5 övlad da olsa, hər övladın öz yeri var deyərlər. Bu gün sizin üçün Bəxtiyar başqa cür bir övlad olub. Bu günləri gənc yaşlarından hər zaman deyərdi ki, vətənimi azad görmək istəyirəm. Çünki o vətəndir ki, o vətənin üzərində gəziriksə, suyun içib yeməyindən qidalanırıqsa, o vətən azad olmalıdır. Vətən torpağı bütöv olmalıdır və bu günləri Bəxtiyarın simasında həqiqətən qəhrəman igid oğullarımız silaha sarıldı. Bölgəsindən asılı olmayaraq. Bax, bu gün bir ailəni ziyarət etdik Şirvanda. Gülbəniz ananın ailəsində olduq. Həqiqətən o ailənin talehi vəbşi konkret elə bir talih yaşayır ki, o ana həqiqətən gənc yaşlarında öz yoldaşını itirib 24 yaşında və bir oğul böyüdüb Yusifi istəyirdi ki, toyun etsin, ancaq bu gün şəhadətə yetişdi, vətən uğrunda canından keçdi. Allah rəhmət eləsin cəmi şəhidlərimizin. Və bir daha Salih kişi qarşında baş əyirik. Biz də özümüzə borc bildik. Bax, bizi sizin ocağa gətirmək Bəxtiyarın ruhu gətirdi. Bu gün biz, yenə belə deyim, nə məni sən tanıyırsan, nə mən sizi tanıyıram. Sadəcə bizi bir-birimizə yaxın edək, bizi birimizin ailəsinə gətirən bizi bax bu ailədə olmaq Bəxtiyarın ruhudur. Bəxtiyarın ruhu qarşısında və onun simasında cəm şəhidlərin ruhu qarşısında baş əyirik. Bu gün vəsvəsindən asılı olmayaraq hər bir Azərbaycanlı sizin kimi ailələri ziyarət etməlidir. Bizim dövlət başçımız da deyir, silahım da ola bilərdi, hər bir şeyim ola bilərdi. Ancaq bu gün əskərim, zabitim olmasaydı o torpaq azad olmazdı. Və bir daha qəhrəmanlarımızdan, igidlərimizdən fəxr edirik. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib keçəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var, Salih kişi. Allah onlara şəfa versin. Veteranlarımıza can sağlığı. Əskərindən zabitinə kimi 3 rəyli bayraq altda bizləri qoruyur. Allah ordumuzu qorusun və bir daha can sağlığı versin ki, üstəlik də səbir versin. Bu ocaqları sizlər yaşadasınız ki, bizlər də gərək ziyarət edəcək. Çox sağ olun. Allah sözlərini var eləsin. Sonda şəhid valideynlərinə və gənclərimizə hansı tövsiyəni edərdin? Vallahi vətəni qorumaq bütün hamımızın borcudur. İstəyir ki, yaşından asılı olmayaraq. Vallahi yeri gəlsə, nətər deyim, müharibədə bizə də ehtiyac olsaydı, biz də getməliydik. Biz yəni bu torpaqda yaşayırıqsa, bizim borcumuzdur bu torpağı qorumaq. Yaşından asılı olmayaraq. Əli silah tutursa qardaş, bizim hamının borcudur. Yaşdan asılı olmayaraq. Lazım olsaydı mən də geçsəydim. Lazım olsaydı mən də canımı qurban verəcəkdim, şəhid olacaqdım. Ki, bizim qardaş, bizim gələcək nəsil, devlətimiz var olsun. Ancaq bunu fikirləşərdik, başqa bir şey. Var olasın. Əlbəttə, bu torpaqda yaşayırıqsa, bu torpaq üzərində gəziriksə, torpağımızı qorumalıyıq. Torpağın, vətənin, bayrağını sevən, öz ailəsinin, öz övladını sevən. Hansısa dünyamızı dəyişəcək, ancaq o şərəfli ölümdür. Şəhadətə yetişmək əlbəttə şərəfli ölümdür. Torpaq uğrunda, devlət uğrunda şəhid olmaq o şərəfli ölümdür. O da hər adama qismət olmur. Salih kişi, məktəb vaxtı işlədik, qəhrəmanlar, igidlər. Ancaq bu gün 2020-ci ildə 6 ildir Azərbaycanımıza yeni tarix yaşayır və qəhrəmanları real gördük. Var olasınız, heç sən özün də bilmirdin ki, sənin evində böyüyən necə qəhrəmanlar var. Əlbəttə, o qəhrəmanlar bizləri torpağın azad etdi. Bir daha qarşında baş əyirəm, Şahinəmi, Salih kişi, hər bir üzün simasında bütün şəhid valideynlərinin qarşısında baş əyirəm. Analarımızın əllərindən öpüb, bir daha qarşısında baş əyirəm. Var olasın.